Bu deməli testdə bizdən simple present, baxın görürsünüz nə istəyir? İşarə edirəm. Simple present. Yəni nə uşaqlar? İndiki sadə. İndiki sadə zaman forması demişdik ki, nə idi uşaqlar? Dedi ki, we use this tense form when we talk about repeated actions. Yəni bəli, təkrarlanan hərəkətləri danışarkən, təkrarlanan hərəkətlər haqqında danışarkən istifadə edirik və dedi ki, we form this tense form with the root forms of the verbs, but in third person form singular, we should use s endings at the end of the verbs. Yəni dedi ki, nədən istifadə edirik feillərin? Root forms, yəni kök formalarından, bəli. But in the third person form singular, we should use s endings. Yəni üçüncü şəxsin təkində isə s əlavə edəcək. Yəni feillərin öz formaları uşaqlar, amma sadəcə üçüncü şəxsin təkində sonlarına s əlavə edirdik. Sual və inkar formaları nə ilə yarardı? Do ilə, does ilə. Sualda do, does, üstə gələk mübtəda, üstə gələk feil, amma birinci formada. İnkarda isə don't, doesn't, üstə gələk feil, amma yenə birinci formada. Yəni uşaqlar, do, does istifadə edəndə feillərin axırına s yazmırdıq. İndi bir misallara da baxacağıq. Məsələn uşaqlar, birinci feildə, birinci cümlədə bizə deyib ki, play feilini yazın uşaqlar. Play nə deməkdir? Oynamaq. Deməli, oynamaq feilini yazacağıq uşaqlar və əlavə diqqət etməli olduğumuz şey, oynamaq feilini, bir dəqiqə bura düşdü, yazdı, onu pozum. Play feilini işlətməli uşaqlar. Baxırıq, they, onlar, yox. Hockey at school. Məktəbdə hokey oynayırlar. Uşaqlar, bu nədir? Təkrarlanan hərəkətdir. Necə yazmalıyıq? İndiki sadədə. Amma bəli, play kimi yazmalı uşaqlar. Place yox. Çünki uşaqlar they neçənci şəxsdir? Üçüncü şəxsin cəmidir. Biz hansında s yazırdıq uşaqlar? Təkində yazırdıq. Düzdür? Üçüncü şəxsin təkində yazırdıq. Davam edirəm uşaqlar. Digərinə baxırıq. She not write. Uşaqlar not deyərək bizə deyir ki, bunu inkarda yazın. Düzdür? Write isə yazmaq deməkdir. Deyir ki, o e-maillər yazmır deyəcək də. Düzdürmü? Uşaqlar inkarını dedik nə ilə yaradırıq? Don't və doesn't-la. Don't və doesn't-la. İndiki sadədə inkarlıq don't və doesn't-la. She ilə don't yoxsa doesn't? Doesn't. Yazırıq she doesn't. She doesn't write uşaqlar. Doesn't write. Uşaqlar, burada ən böyük səhvlər necə edilir? Məsələn, bir dənə yoldaşımız var. O belə bir səhv eləmişdi. Axırına yazdım. S sonluğu qoymuşdu. Amma biz bilirik ki, indiki sadə zaman formasında don't və doesn't-ı işlətdiksə, feilin sonunda S sonluğu yazmaq olmaz. Düzdürmü? S sonluğu yazmaq olmaz artıq. S sonluğu itdi ta. Sonra gəlirik. Üçüncüdə you speak. Yaxşı uşaqlar, sual verir. Sual nə verdik? Do ilə, bəli. You olduğuna görə do deyəcək. Amma məsələn, she olsaydı does deyəcək. Düzdürmü? Do you speak English? Əla. Davam edirəm. Dördüncüdə not like, yəni inkarda. My parents-lə don't like yoxsa doesn't like? Don't yoxsa doesn't? Don't. Çünki they üçüncü şey, my parents üçüncü şəxsin cəmidir. Cəm olanda don't, tək olanda doesn't. Düzdürmü? Don't like dedik. Yaxşı. Okay uşaqlar. Anna. Qadın adıdır da Anna. Düzdürmü? Yaxşı. Anna, any hobbies? Have nəndir. Feilimizdə have'dir. Nə yazır uşaqlar? Sual cümləsi olduğuna görə does deyəcək. Düzdürmü? Does Anna have? Düzdürmü? Have. Məsələn, bir dənə yoldaşımız var idi. Bir dənə yoldaşımız. Bura yazmışdı uşaqlar. Qabağını mən bura yazıram səhv formanı, yoldaşımızın səhvini. Haves yazmışdı. Niyə səhvdir uşaqlar? Həm have'in axırına s artıb onu haves kimi eləmirik. Onu təkdə yazmaq istəsək uşaqlar, onu necə yazırıq? Has kimi yazırıq. Həm haves deyilən bir forma yoxdur, həm də do does istifadə edəndə feili biz axırına s artıra bilmərik. Yəni iki cəhətdən də bu haves ifadəsi orada səhv olardı Dəniz. Düzdürmü? Davam edirəm. Sonra Andy's brother work. Uşaqlar, Andy brother. Andy's brother nə deməkdir ki? Andy'nin qardaşı. Andy'nin qardaşı təkdir, cəmdir? Təkdir. Onda biz nə istifadə edək? Təsdiqdə yazacaq axı. Feilin axırında onda nə işlədirik? S işlədirik. Andy's brother works in an office olmalıydı. Yoxlayın da özünüzdə. Works olmalıydı sadəcə. Sonra Leroy very fast. Yaxşı, Leroy very fast. Uşaqlar, cannot deyir. Cannot, inkarda da olsa cannot kimi qalır da, keçmişik sizdən. Cannot uşaqlar, amma bitki yazıraq, cannot, unutmayın. Cannot
Read uşaqlar. Sadəcə read. Məsələn, bunu səhv yazmışdı. Dəniz və Cəlil. İkiniz də yazmışdınız cannot read. Unutmursunuz. Cannot deyəndə, can deyəndə feilin axırında s demək olmaz. Yaxşımı? Bəli, to, ing, s bunların heç birini yazmaq olmaz. Axırına da yazıram, s pozuram. Göstərirəm ki, burada s sonluğu yazmaq olmaz burada. 8-ci-də Jim and Joe təhdilər cəmdirlər. Cəmdirlər. Feilimiz də 8-ciyə water'dır. Water sulamaq deməkdir. Yaxşı, Jimlə Joe cəmdə olduğuna görə nə ilə deyək? Do ilə dazla. Do ilə deyirik, ay nəzrin. Daz təhlərlə işlərində, do cəmlərlə qarışdırma. Do, Jim and Joe. Yaxşı, water feili də elə water kimi qalacaqdır. Bilirik də, water həm də sulamaq deməkdir. Keçmişik sizlə. Yaxşı, gəlirəm 9-cuya. Ioanna's mother a motorbike. Yaxşı, not right. Deməli, inkarda yazacaq. İndiki saydan inkarı don't, doesn't idi. Düzdürmü? Mother dediyinə görə don't yoxsa doesn't? Doesn't. Çünki mother nədir? Üçüncü şəxsin təkindədir. Bax, o dediyin hamı üçüncü şəxsin təkidir. Yaxşı, təkdir də onsuz da. Düzdür? Tək orada doesn't deyəcəyik. Onda deyəcəyik doesn't nə idi feilimiz? Ride idi. Ride da bilirsiniz də at sürmək, velosiped sürmək, motosiklet sürmək. 10-cuya gəldi. Elizabeth cola, drink ilə bağlıdır. Yaxşı. Onda nə deyək olar? Elizabethlə do yoxsa does? Bəli. Does sual forması olduğuna görə Elizabeth drink cola. Drink cola. Davam edirəm. 11-ci-də Tom and Andy cook on Wednesday. Uşaqlar, cəmdə də Tomla Andy, əmi. Sadəcə cook yazacaq, çünki feil cəmdə eyni olduğu kimi qalırdı. 12-ci-də Daniel and I yenə cəmdədir də uşaqlar, yenə cook yazırıq. Amma 13-cüdə Herbert deyibdi. Üçüncü şəxsin təki olduğuna görə bəli. Burada isə deməliyik cooks. Cooks yazmalıyıq. Davam edirəm. 14-cüdə Carlos and Peter wash the car on Friday. Wash sadəcə. Sadəcə wash. Ona görə ki, cəmdədirlər də. 15-cidə isə uşaqlar artıq yenə washlu feilimiz. Amma üçüncü şəxsin təkindədir. Unutmursunuz. Bir feil s-hı hərfi ilə qutarırsa, bəli. Bir feil s-hı hərfi ilə qutarırsa ona es əlavə edirik uşaqlar. S yox. Yəni s əlavə edirik də. Washes olur uşaqlar. O videoya 100% baxın yazmaq üçün. Hamınız bir videoya 100% baxın. Davam edirəm. 16-cı Co and Yuri and I. Cəmdə olduq uşaqlar. Ona görə sadəcə study. Cəmdə olanda feil olduğu kimi qalır. The students yenə study. Yenə cəm olduğuna görə feil olduğu kimi də qalır. Amma Randy olduğuna görə artıq bu dəfə studies olacaqdır. Üçüncü şəxsin təkində feillərin axırına s sonunu əlavə etmək vacibdir. Gəlirəm 11-ci testdə uşaqlar. 11-ci testdə artıq present progressive istəyir bizdən uşaqlar. Present progressive demək elə present continuous deməkdir. Present continuous demək nə deməkdir uşaqlar? Qabağından da yazıram. Present nədir uşaqlar? Progressive elə continuous. Yəni bizim dilimizdə davam edici. Öyrənmişdik ki, hərəkət indi baş verirsə davam edici zamanı işlədirdik. Və öyrənmişdik ki, davam edici zamanı necə yazırdıq? Dedik ki, yazırsınız am, is, are. Am, is, are. Üstəgələk, bəli. Üstəgələk feillərin axırına ing şəkilsi artırılmış formalar. Başlayıram. Anna. Rest isə Anna. Uşaqlar, üçüncü şəxsin təkidir. Hansı şəxs Anna? Üçüncü şəxsin təkidir. Onda nə deyərik? Is deyərik. Düzdürmü? Is resting. Resting. Niyə writing? Resting. Bəli, düz yazmışsan ama səhv oxuyursan. Sonra, niyə uşaqlar? Görürsünüz orada now var. Now nədir? İndi. Davam edici zaman zərfidir. İkinciyə baxırsınız uşaqlar. At this moment. Bu da davam edici zaman göstəricisidir. Deyir ki, mən indi telefonda danışıram. Mən indi danışıram. Deməli, əmizar forması lazımdır bizə. Əmdir bu. Danışıram. Talk'un da axırına bir dənə ing artırmalıyıq. Olmalıdır. I am talking on the phone. Bella. Cook. Uşaqlar, feilimiz cookdur. Cook nə deməkdir? Bişirmək. Uşaqlar, baxsınız now. İndi bişirir. İndi bişirirsə, indiki davam edicidə. İndiki davam ecidəsə, deməli, birinci əmizar forması. Bella ilə is. Cook da axırına ing artıracaq olacaq. Cooking. Davam edirəm. 4-cüdə they. Yaxşı, yenə now var. İndi, deməli, davam edici zaman forması. Onlar deyir, müəllimə indi kömək eləyirlər. Yaxşı, indi kömək eləyirlər. They ilə əmiz yoxsa are? Bəli, are. Help'in də axırına ing artırırsınız olur. Helping. Bəli. Davam edirəm. He, o çox sürətli qaçır. İndini nəzərdə tutursanız, onsuz uşaqlar deyəcək ki, he is, düzdürmü? O run. Qaçmaqdır. Running olacaq uşaqlar. O sürətli qaçır. Julia. At the moment var orada yenə. Bəli.
Julia 3-cü hissəsinin tək olduğuna görə is olacaq baking. Yazılışına da diqqət edirsiniz. Baking yazılanda e hərfi düşür. Bu A, K, I, N, C olur. Gəlirəm 7-ciyə. Yaxşı. Mən indi əylənirəm is baking. Mən indi əylənirəm A ilə am olacaqdır. I am. Have də olacaq H, A, V, I, N, C. Uşaqlar bunun da yazılışında e hərfi düşür. Diqqətli olarsınız. Gəlirik 8-ciyə. 8-cidə you. Sən very nice. Çox qəşəng rəqs edirsən. Yəqin yenə indiriləcək dur. Bəli. You are dance olacaq nə? Dancing. You are dancing very nicely. Yaxşı, at the moment var burada uşaqlar. Hal-hazırda. Onda nə olacaq? Is not working. Çünki uşaqlar bizə bildirir ki, bunu cəmdə yazmaq lazımdır. Gəlirik 10-cuya. The teacher. Davam edəcək yazmaq lazımdır, üzr istəyirəm. The teacher. Müəllim. Təkdədir, cəmdədir teacher. Təkdədir. Am, is, yoxsa are? Təklərlə is. Yaxşımı? Təklərlə uşaqlar. Təkrar edirəm. I ilə am. Təklərlə is. Qalan hamısı ilə a. Yaxşımı? Okay. İndi burada teacher təkdədir, ona görə bəli, is olacaqdır. Talk'un daxilində ayıncı qoyacaq olacaq, bəli, talking. Davam edirəm, 11-cidə. To me, məni dinləmirlər. Deyinən, am, is, yoxsa are? Are, cəmdə axı. Are not və yaxud aren't qısalmış forma yazmaq olardı. Are not listening. Bəli, are not listening olmalıydı bu. Davam edirəm. John's dog, John'un iti. Oradakı apostrof slər iz demək deyil, yəri çal deməkdir. John'un iti, yaxşı. Is deyəcək, hə? Uşaqlar, təkdədir axı iti. Ona görə is running. Running, uşaqlar, yazılanda diqqət edin. N hərfi cüt olur artıq. R, U, N, I, N, C. N hərfi 2 dənə olur. Peter's cat, yenə is, nə deyəcək? Eating. Niyə uşaqlar? Peter'ın pişiyi təkdir də. Ona görə iz işlətməliyik. Davam edirəm. Peter and Mary not study. Yəqin ki, are not study. Düzdürmü? Are not study'ində ing-li forması lazımdır davam edici zaman üçün. Orada y hərfi düşür, unutmursunuz. Yaxşı. Okay. Bu nə sual şəhəsi qoydum. Yaxşı. What? Okay. Bu sualdır, hə? Nə? Feilimizdə sən və etmək. Do you. Sən nə edirsən, düzdürmü? Nəyi qoyuruq uşaqlar? What do you? Bəli, you olduğuna görə are. Sualdakı keçir əvvələ. What are you doing? What are you doing? Bəli, buna bir yoldaşımız var idi, yazmışdı. What do you doing? Yeganə səhvi oydu bu yoldaşımızın. Təranə yoldaşımız. 16-ya gəlirik. Mary read a book. Mary kitab oxuyur. Deməli, biz tək olduğuna görə is-i keçidəcəyik əvvələ. Özü sualda axı. Is, sonra mübtədamız. Mary reading. Bəli, is Mary reading a book. Gələm 17-ciyə. Your brothers play football. Yəqin ki, uşaqlar, əvvələ keçəcək are. Düzdürmü? Cəmdədir axı. Sual cümləsi və cəmdədir. Are. Mübtədanı yazırıq. Your brothers. Are your brothers. Sonra nə yazırıq uşaqlar? Playing. Playing, bəli, football. 18-cidə. English you learn. Yaxşı, yenə sual formu cümləsi olduğuna görə əmizarla başlayacaq, düzdürmü? Are you learning? Düzdürmü? Are you learning English? Yaxşı. Bir dənə səhvim var. İndi gələk əsas məsələyə qəşəng. Bir dənə səhvim varsa qəşəng. İndi gələk əsas məsələyə artıq uşaqlar. Burada nə eləyəcək? Simple present ilə present progressive nə eləyəcək uşaqlar? Müqayisə edəcək. Yəni analiz eləyib hansı olduğunu tapıb yazacağıq ora. Ən maraqlısı əslində budur. Artıq cümlələri təhlil də eləməliyik. Başlayaq uşaqlar. Təhlil də eləyək cümləni. Başa düşək. Hansını yazacağımızı özümüz təyin edək. Andy sometimes. Andy bəzən. Uşaqlar sometimes nə deməkdir? Bəzən. Bir hərəkət bəzən baş verirsə deməli nə edir uşaqlar? Təkrarlanır. Deməli necə hərəkətdir? Repeated action'dır. Yəni təkrarlanan hərəkətdir. Təkrarlanan hərəkətləri hansı zaman yazırdıq? Bəli. Exactly. Simple present. Simple present yazacağız. Yəni feilin öz forması. Düzdür? Amma bir dənə üçüncü şəxsin təkində axırına s artırırıq. Andy təkli cəmdir. Təkdir. Ona feilin axırına s artıraq yoxsa yox? Artıraq. Ona görə bir dənə uşaqlar nə edirik? Read'in axırına s qoyuruq. Hərəkət təkrarlanan edirsə simple present feilin öz forması. Amma üçüncü şəxsin təkində, yəni təklər daxilində s artırdıq. Amma hərəkət hazırda baş verirdisə, davam edici zaman yazırdıq. Əmizar üstə gələk feilin ing-li formasını yazırdıq. İndi ver sualı. Təhcə reads yazacaq da. Bəli, sadəcə reads yazacaq.
Gəlir ikinciyə. We never. Never nə deməkdir? Heç vaxt. Uşaqlar, bunu da gördünüz present simple yazırsınız. Yaxşımı? Present simple. Yaxşı. Ona görə indi watch yazacağıq. Watch yazacaq, amma sonunda s olacaq, olmayacaq. Olmayacaq. Ona görə ki, we nə deməkdir? Biz. Təhti cəmdir? Cəmdir. Yazmırıq. Davam edirəm. Listen. Qulaq as. Qulaq as. Bu hissəyə diqqət edin. Qulaq as deyir. Səndi vanna otağında hamamda mahnı oxuyur. Deməli, nə vaxt oxuyur uşaqlar? Qulaq as deyirsə, indi oxuyur. Düzdür? Onda indiki davam edəcək. Present, progressive, present, continuous yazmalı. Yəni, əmizar üstə gələn feillərin aingili forması. Yaxşımı? İndi baş verir axı. İndi sən deyilən əmiz yoxsa ar yazım? Is malum. Bəli, exactly. Is yazmalıyam. Is singing. Bəli, is singing yazmalıyıq. Okay, davam edirəm. My sister usually in the kitchen. Usually uşaqlar. Nə deməkdir usually? Deməli, hərəkət repeateddir ya indi baş verir. Təkrarlanır, əla. Əla, exactly. Onda simple yazacaq, exactly. Help, okay. Uşaqlar, help yazacaq. Help yazacaq. Sonra təyin edirik ki, axını s yazım yoxsa yox. My sister, təkli cəmdir? Təkli. Onda axını s olur ya yox? Olur. Feilin axırında onda s olmalıdır. Davam edirəm. My mother. Okay, now deyib uşaqlar. Now nə deməkdir? İndi. Onda davam edir yoxsa təkrarlanır? İndi gedir deməkdir. Düzdür? İndi baş verən hərəkətlərin hansı zaman yazırdıq? Present progressive və ya present continuous deyirdik də ona. Düzdürmü? Yaxşı. Present progressive necə yaradırdıq? Am, is, are və ing. Yaxşı. My mother-ın am, is yoxsa are? Is yazmalıyıq. Bəli. Is. Yaxşı. Make də ing olanda olacaq m, a, k, i, n, c. Making. Yaxşı mı? E hərfi düşəcək uşaqlar. Davam edirəm. Often nə deməkdir? Tez. Deməli, hərəkət təkrarlanır yoxsa indi davam edir? Təkrarlanır. Onda clean feilini yazdıq bura öz formasında. Təkrarlanan hərəkət isə present simple yazdıq. Clean. Axırına s yazaq yoxsa yox? Yazmayaq. Çünki dey cəmdədir. Davam edirəm. Look. Nə deməkdir? Bax. İndi davam edirəm. Deyir, oğlanlar evə. Onda indi gəlirlər. Baxıram, görürəmsə deməli indi gəlirlər. Düzdür? Ona görə hansı zaman? Present, progressive, present, continuous. Amma coming də are coming da. Are unutmuruq da. Are coming. Davam edirəm. Every day. Every day olanda nə yazırıq? Təkrarlanır. Hər gün baş verirsə hərəkət repeated action'dır. Düzdürmü? Present, simple və ya simple present. Yaxşı. His grandfather. Feilimiz də go'dur. Go yazdım bura. İndi sadəcə təyin edeyim. Axını s olacaq yoxsa yox? Olacaq. Çünki his grandfather təkdədir. G, C, O, E, S. Düzdürmü? O ilə bitən də es əlavə edək də. Davam edirəm. Okay, cats. Pişiklər san yeyir. Təkrarlanan hərəkətdir də, həmişə yeyirlər də. Onda present simple yazacaq. Sadəcə it. Baxışlarını 9 qaldı, üzr sayın. Uşaq 9-da at the moment var. Nə deməkdir at the moment? İndi. Deməli davam edəcək present progressive. Düzdürmü? Burada I am. Bəli, I am chatting. Uşaqlar chattingi yazanda Təranə bayaq səndə düzəltmədim onu. Amma feil t hərfi cüt olur artıq. C, h, a, t, t, i, n, c-dir. Davam edirəm. 10-cuda dedik ki, pişiklər san yeyir. Bu present simple da olacaq. Sadəcə elə it çünki cəmdədir axı ona görə də. 11-cidə look deyir. Bax, Sarah to the movies. Bax deyirsə Sarah filmə nə vaxt gedir? İndi gedir. Ona görə bəli is going. Is going. Davam edirəm 12-cidə on her right hand deyir sağ əlində. Deməli indi də Sarah öz əl çantasını daşıyır. İndi daşıyır da uşaqlar. Onda hansı zaman yazacaq? Davam edici. Onda nə? Is, am yoxsa are? Is. Çünki Sarah təkdədir. Is carrying. Carrying. Davam edirəm. Uşaqlar, bax, be feili simvolikdir. To be simvolikdir. Biz onu cümlədə yazanda am, is ya da are yazmalıyıq. Yaxşımı? Sən də be yazmışdın. Bax, səhv eləmirəmsə. Sən də be yazmışdın. Yox, sən düz yazmışdın. Yaxşı. Handbag is very beautiful. Is very beautiful. Be bəli, həmişə simvolikdir. Bir görəndə bil ki, sonradan am, is yoxsa are yazmağın tələb olur. Yaxşı olar. Bax, vərəq burada hazırdır. Bax, sizdən
növbəti dəfə bu vərəqi tamamilə analiz edib növbəti tapşırığı bunun əsasında yazmağınızı istəyirəm.